Salamlar, saygılar, əziz dostlar. Bu cələsə Kərəm köçdü, Aşıq havasının amuzişinə başlayırıq. Bu havada kökümüz sol kökü, yahamın qarı kökdür. Tiyunerlə kökləsək az simlərimizin kökü. Orta simlər, üst simlər. Bu havada fa diyez pərdəsi işlənəcək, fa əvəzinə fa diyez işlənəcək. Yəni hər yerdəki fa dedim mənzuru fa diyez salınacaq. Məgər işarələrdə ki, fa işarə vurulacaq. Pəs əsli pərdəmiz oldu fa diyez. Bəqiyə pərdələr öz yerindədir. Bu cələsənin çalğısını çalım, sonra keçək amuzişə. Bu cələsənin çalğısı idi. Keçək indi amuzişinə. Əvvəl mizanımız bu halətdə çalınır. İki qədəmdir. Əvvəl qədəmimiz budur. Əvvəl mizrabımız birinci barmağına fa diyezdə rastı mizrab vururuq. Bilafasilə ikinci barmağına sol pərdəsindən səs alırıq. Bu halətdə çət mizrabı solda vururuq. Mizrab dəyəndən sonra ötürürük, redən səs alırıq. Bu halət. Pəs bu əvvəl bu fa diyezdəki mizrab biləsi dəyəri o bəzək notdur, onu nəzərdə almasaq, notları olur tantara vəzni ilə sol, sol, re. Bu halət. Aram ritmi çalsam bu cür olur. İkinci qədəm bu halətdə çalınır. 4 mizrabdır, rastı çəp. Tara-tara ritmi ilə. Əvvəl mizrabımız solda rast. Çəp mizrabımız fa diyezdədir. Birinci barmağına bir ilə qalxırıq midə rast. Ötürürük redə çəp. Bəs notları olur sol fa mi re. Bu halətdə sol fa mi re. Bu mizanın iki qədəmin bir yerdə aram çalsaq bu cür olur. Sol, sol, re, sol, fa, mi, re. Ki səri haləti bu cür olur. İkinci mizanımızı çalıram. Bu halətdədir. Hər qədəmi 4 mizrabdır. Tara-tara ritmi ilə. 2 qədəmdir eyni həm çalınacaq. Mi, re, mi, re. Əvvəl qədəmimiz mi, re, mi, re. Midə rastı vururuq, redə çəp. Müntaha. Min rastı mizrabın vuranda ikinci barmağına da fa pərdəsinə işarə vururuq. Bu halətdə olur. Bəs rast mizrab ki midə dəyir, fa pərdəsinə işarə vururuq. Çəp mizrabda barmaqları ötürürük, redə çəp vururuq. Olur mi, re, mi, re. Poşt sərhəm çalınır.
ki 2 qədəmdir poştçəri, həm 8 mizrab olacaq. Yəni 4 dəfə mire çalınacaq. Bu halətdə. Ki səriləşəndə bu cür olur. 4 dənə mire oldu. Cəmi 8 mizrab oldu bu mizan. 3-cü mizana keçək. Bu halətdə